Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Əziz müəllimlər, bugün sizinlə dərsimiz təfəkkür və onun növləridir. Bildiyiniz kimi, hər bazar günü FES Akademidə bütün fənlərdən demək olar ki, ödənişsiz dərslər və sınaqlar paylaşılır. Əgər siz bu dərslərdən yararlanmaq istəyirsinizsə, mütləq bizim kanallarımıza abunə olmalısınız. Bildirişləri açıq saxlayın ki, yeniliklər haqqında sizin də məlumatınız olsun. Qeyd etdiyim kimi, mövzumuzun adı təfəkkür və onun növləridir. Bu mövzu MİQ imtahanında, sertifikasiya imtahanında müəllimlərin qarşısına çıxa biləcək bir mövzudur. Hətta mən deyərdim ki, müsahibə mərhələsində də bəzən təfəkkürdən sual verə bilərlər. Mövzumuzu test üzərində izah edəcəm, düşünmə formalarına aydınlıq gətirəcək və inanıram ki, bugünkü dərsdən sonra artıq bu mövzuda sizin bir probleminiz olmayacaq. Əziz müəllimlərimiz, bizim Telegram kanalımıza və WhatsApp kanalımıza da abunə olmaqla siz orada testlərdən, qaydalardan, izahlardan yararlana bilərsiniz. Mütləq kanallara abunə olaraq, deməli, kurikulumda baş verən həm yenilikləri, həm maraqlı testləri izləyə biləsiniz. Davam edirik birinci sualla. Şagird əvəzlik mövzusuna aid cədvəl tərtib edir və əvəzliyi mənaca növünə görə qruplaşdırır. Bu yanaşma şagirddə hansı düşünmə formasının inkişaf etdiyini göstərir. Gəlin diqqətlə baxaq sualımıza. Bizdən düşünmə formasını istəyir. Düşünmə formasına gəlməmişdən öncə təfəkkürdən danışaq. Müəllimlər, təfəkkürün 3 növü var. Sizin də bildiyiniz kimi. Hansı növlərdir? Xatırlayaq. Məntiqi təfəkkür, tənqidi təfəkkür, yaradıcı təfəkkür. Məntiqi təfəkkür nəyə deyilir? Gəlin yadımıza salaq. Bax, burada qeyd edirəm. Məntiqi təfəkkür. Məntiqi təfəkkür elə bir düşünmə formasıdır ki, elə bir təfəkkürün elə bir növüdür ki, sadə həll yolunu istəyir, sadə düşünmə formasını istəyir. Ümumiyyətlə, təfəkkür sözünün mənası idraki proseslərin həyata keçirtmək, idraki proseslər. Bax, təfəkkür deyəndə biz bunu başa düşürük. Düşünmək. Sadə düşünmə forması olsun, sistemli düşünmə forması olsun, yaradıcı düşünmək olsun, fərqi yoxdur. Yəni, əgər insan idraki proseslər yürüdürsə və idraki proseslər insan təfəkküründə baş verirsə, bunun cəm halına biz deyirik ki, insanda artıq təfəkkür formalaşıb. Təfəkkürü formalaşdıracaq, yəni məntiqi, tənqidi, yaradıcı təfəkkürü formalaşdıran düşünmə formalarımız var. 10 düşünmə formamız var. Gəlin burada adlarını qeyd edək. Deməli, 10 düşünmə formamız birinci qeyd edirik deduktiv. Deduktiv. Daha sonra biraz səliqəli yazaq. Aha. Daha sonra ikinci qeyd edirik induktiv. İnduktiv. Daha sonra analogiya. Analoji. Verbal. Qeyri-verbal. Aha. Sonra ardıcıl, sistemli. Daha sonra deməli induktivi, deduktivi yazdıq. Analogiya, verbal, qeyri-verbal, ardıcıl düşünmə, sistemli düşünmə, analitik düşünmə, analitik düşünmə. Sonra divergent düşünmə, divergent və konvergent düşünmə. Konvergent. İndi hər testin üzərində hər birini izah edəcəm, narahat olmayın. Yadda saxlayın ki, bu düşünmə formaları bizdə təfəkkürün formalaşmasına, yəni məntiqi, tənqidi, yaradıcı təfəkkürün formalaşmasına təkan verir. Biz yalnız bu cür düşünəndə bizdə təfəkkür inkişaf edə bilər. Yəni biz şagirdə həm deduktiv yöndə, həm induktiv, həm analogiya aparmağı, həm sistemli düşünməyi, həm divergent düşünməyi öyrətməliyik ki, onlarda təfəkkür formalaşsın. Bəzən müəllimlərin mənə ən çox verdiyi sual budur. Cümləri müəllimə, deduktiv məntiqi təfəkkürə aiddir, tənqidi yoxsa yaradıcı və yaxud da sistemli tənqidi təfəkkürə aiddir, yoxsa yaradıcı təfəkkürə? Əziz müəllimlər, gəlin belə düşünməyək. Gəlin situasiyalarımızın içərisində biz həmin situasiyanın hansı təfəkkürə aid olduğunu daha yaxşı tapa bilərik. Məsələn, burada divergent 99% yaradıcı təfəkkürə aiddir. Amma analitik və sistemli təfəkkür bəzən tənqidi təfəkkürə uyğun gələ bilər, bəzən yaradıcı təfəkkürə uyğun gələ bilər. Ona görə də diqqətli olun və belə sırf əzbərə dayanaraq yox da mühakimə edərək testə baxsanız mənə elə gəlir
öyrənişi tapa bilərsiniz. İndi qaydaq biz testimizə. Bizdən düşünmə formasını istəyirdi. Şagird əvəzlik mövzusunu bilir və onun mənaca növlərini qruplaşdırır. Burada cədvəl sözünü görən müəllimlər bəzən elə bilir ki, bu qeyri-verbal düşüncəyə aiddir. Çünki qeyri-verbal düşüncəyə aid olan şagirdlər cədvəl, diaqram, xəritə, Waze proqramı olsun, kompas fərqi yoxdur. Yəni bunlardan istifadə etməyi sevir. Amma burada məsələ başqadır. Bizə yalnız demədi cədvəl tərtib edir. Bizə dedi ki, cədvəldə mənaca növlərini qruplaşdırır. Yəni şagird qaydanı bilir. Əvəzliyin nə demək olduğunu bilən şagird onun mənaca növlərini tapa bilər də müəllimlər. Doğrudur. Bizim sualımızın cavabı olacaq deduktiv. Deduktiv düşüncə nəyə deyilir? Qaydanı bilib, qaydaya nümunələr çəkə bilən şagirddə deduktiv düşünmə forması inkişaf edir. Əziz müəllimlər, deduktiv, induktivi yaxşı şəkildə ayırd etmək istəyirsinizsə, qayda və nümunəni tamamilə dərk etməlisiniz. Məsələn, baxın, mən deyirəm feilin təsdiqlənməyən formaları. Bir də deyirəm məstər. Hansı daha böyük anlayışdır? Məstər yoxsa təsdiqlənməyən forma? Təbii ki, mənə deyəcəksiniz ki, təsdiqlənməyən forma daha böyük anlayışdır. Deməli, qayda odur. Və yaxud da mən evdə deyirəm ki, evdə uşaq yoxsa ata. Təbii ki, ata sizin üçün daha böyük bir qayda hesab olunur. Düzdür? Məsələn, mən deyirəm ki, meyvələr və bir də deyirəm alma, armud. Düzdür? Meyvə böyük anlayışdır, yoxsa alma, armud? Meyvə deyəndə bütün meyvələr onun içində öz əksini tapır. Amma alma, armud təkdir. Meyvələrə göstərdiyimiz bir nümunədir. Və yaxud da, baxın, mən deyirəm ki, gözəl, igid, yaraşıqlı. Bir də deyirəm ki, sifət əşyanın əlamətini bildirir. Sifət əşyanın əlamətini bildirir. Qayda budur, yoxsa yaraşıqlı, gənc, gözəl, bizim bu sözlərimiz qayda hesab olunur. Mən artıq əşyanın əlamət bildirdiyini bilirəmsə sifət deyiləcək. O zaman istənilən sözü mənə versəniz, mən onun cavabını tapa biləcəm. Yəni, əlamət bildirən sözləri mənə desəniz, mən deyəcəm ki, bəli, buna nitq hissəsi kimi biz sifət deyə bilərik. Yəni, qayda ilə nümunənin fərqini tapın. Əgər bunu tapırsınızsa, artıq demək ki, sizdə bu hissələrdə problem yaşanmayacaq. Əvəzliyi bilməliyəm ki, onun mənaca növünü tapa bilim. Davam edirəm. Dördbucaqlı fiqurların dörd tərəfi bərabərdir. Trapesiya dördbucaqlı fiqurdur və tərəfləri bərabər deyil. Deməli, dördbucaqlıların tərəfləri müxtəlif ola bilər. Bu yanaşma şagirddə hansı düşünmə formasının inkişaf etdiyini göstərir. Diqqətli olun. Bəzən bizim müəllimlərimiz birinci cümləyə baxıb konkret olaraq qərar verirlər ki, bəli, biz burada qaydanı gördük. Siz birinci və ikinci cümləyə baxandan sonra qərar verə bilərsiniz. Birinci gördüyünüz qaydadır, yoxsa nümunədir. Əla, mən birinci cümləni oxudum və burada gördüm ki, qayda kimi verilib dördbucaqlı fiqurların dörd tərəfi bərabərdir. Trapesiya dördbucaqlıdır, amma tərəfləri bərabər deyil. Deməli, burada bir ziddiyyət gördümsə, baxın, bir ziddiyyət var burada və bizim bu sualımızın cavabı olacaq induktiv düşünmə. İnduktiv düşünmə bəzən yeni bir qərarla tanış olan, yeni bir situasiya ilə tanış olan düşünmə formasıdır. Və bəzən də biz nümunələrə baxırıq, hər hansı bir hadisələrə baxırıq, sonda bir qayda çıxardırıqsa, bu da induktiv düşünməyə aiddir. Baxın, indi mən sizə sual verirəm. Dördbucaqlıların tərəfləri müxtəlif ola bilər. Qaydamız budur, yoxsa trapesiya olardı. Deməli, əziz müəllimlər, dördbucaqlıların tərəfləri müxtəlif ola bilər. Mən qaydanı harda öyrəndim? Sonda öyrəndimsə, yeni bir qayda əldə etmiş oldum da, düzdür? İnduktiv. Birinci deyirdim, dörd tərəfi bərabərdir. Sonra öyrəndim ki, yox, səndəmə bərabər olmaya da bilərmiş. Yeni qayda öyrənirəmsə, testimizdə ziddiyyət varsa, nümunələrdən qaydaya gələ bilirəmsə, induktiv düşünməyə aiddir. Hal-hazırda iki düşünmə formasını öyrəndik. Deduktivi və induktivi. Deduktivdə gözümüz qaydanı tapmalıdır, qaydanı axtarmalıdır. İnduktivdə gözümüz ya ziddiyyət, ya da nümunələri axtarmalıdır. Davam edirəm. Sözün başlanğıc forması qrammatik şəkilçiyə qədər olan hissə hesab olunur. Əla. Baxın müəllimlər, mən qaydanı gördüm, amma davam edirəm. Xalamgil, dayımgil evimizdəki tipli sözlərdə
qrammatik şəkilçi başlanğıc formaya daxil olur. Baxın müəllimlər, sözün başlanğıc forması qrammatik şəkilçiyə qədər olan hissədir. Məsələn, normalda bizim belə deyək də, elə sözlərimiz var ki, xalamgil, dayımgil, evimizdəki bu tipli sözlərdə qrammatik şəkilçidən sonra leksik şəkilçi işlənə bilər. Deməli, bəzi sözlərdə ardıcıllıq pozulanda biz başlanğıc formanın içərisində qrammatik şəkilçini də verə bilirik. Biz yeni bir qayda öyrəndikmi? Baxın, birinci qaydamızda qrammatik şəkilçiyə qədər olan hissəni götürməliydik, düzdür? Amma burada qrammatik şəkilçi də bizim sözümüzün içində getdi. Deməli, bizim birinci qaydamız artıq öz keyfiyyətini itirdi. Etibarlı olmasını itirdi. Bax, induktivdə müəllimlərin ən çox xətaya yol verdiyi budur. Birinci hökmü oxuyuram, qaydanı görürəm. Əla, qaydanı görən kimi digər gedib variantda deduktivi axtarmayın. Gəlin ikinci hökmə də baxın. Görün, ikinci hökm təsdiq edirmi birinci hökmü? İkinci hökm birinci hökmün davamıdırmı, yoxsa başqa bir şey deyir? Mən artıq ikinci hökmdə gördüm ki, başqa məsələdən söhbət getdi burada. Yəni, mən yeni bir şey öyrəndim ki, sən demə bəzi sözlərdə şəkilçi ardıcıllığı pozula bilər. Bu da hansı düşünmə formasına aid olacaq? İnduktiv düşünmə formasına. Davam edirəm növbəti sualla. Baxın müəllimlər, sizə imtahanda bu cür situasiyalarda düşəcək. İçində həm təfəkkür, həm kompetensiyalar, həm səriştələr, pedaqoji tələblər, nəzəriyyələr. Ona görə kurikulumu sistemli şəkildə mövzuları bir-birinə inteqrasiya edərək, dərk edərək öyrənir. Siz nə qədər mövzunu əzbərləsəniz, heç vaxt gedib kurikulumu doğru düzgün yaza bilməzsiniz. Nə vaxt ki, inteqrasiya edəcəksiniz, mövzuları bir-biri ilə əlaqələndirə biləcəksiniz, şəxsi yanaşmanızdan istifadə edə biləcəksiniz, o zaman uğurlu nəticəniz olacaq. Dördüncü suala baxaq. Müəllim dərsin əvvəlində şagirdlərin marağını artırmaq məqsədi ilə sülh və azadlıq mövzusunda qısa bir video nümayiş etdirir. Daha sonra şagirdləri heterogen qruplara bölür və İkinci Dünya müharibəsinin nəticələri onun dünya siyasətinə təsiri mövzusunda araşdırma aparmağı tapşırıq verir. Heterogen qruplar nədir? Müxtəlif intellektli uşaqların bir yerə toplaşması. Həmin qruplarda savadlı, potensialı güclü, potensialı zəif, sağlamlıq imkanları məhdud olan bütün uşaqlar iştirak edə bilər. Yəni, bu heterogen qruplar mənası budur. Diferensial yanaşma yaratmaq istəyiriksə, heterogen qruplar qurmalıyıq. Qiymətləndirmə meyarlarında müəllim şagirdlərə verir. Şagirdlər etibarlı mənbələrdən istifadə etməlidirlər. Şagirdlər internetdə müxtəlif məlumatları tapırlar. Lakin bəzi mənbələrdə eyni hadisə fərqli şəkildə izah olunur. Ona görə də daha yaxşı nəticəyə gəlmək üçün şagirdlər bir neçə mənbəni müqayisə edirlər, araşdırmanı daha da genişləndirirlər. Bizim situasiyamızda oxuyub anlama diqqət tələb edir. Siz birinci məsələni oxuyun və məsələni oxuduqdan sonra özünüz üçün mühakimə edin. Burada söhbət nədən gedir? Bizdən nə istəyir? Məsələn, situasiyada müəllim nə etdi? Uşaqlar nə etdi? Müəllim yanlışa yol verdimi? Şagirdlər yanlışa yol verdimi? Şagirdlərdə hansı kompetensiya inkişaf edə bilər? Bunu birinci təhlil edin öz beyninizdə. Daha sonra variantlara bir-bir baxa bilərsiniz. A variantımızda deyir ki, müəllim dərsə yönləndirmə ilə başlayır ki, şagirdlər informasiyanı qəbul etməyə və emosional olaraq dərsi mövzunu qəbul etməyə meyilli olsunlar. Bəli, yəni müəllimin motivasiya mərhələsində sülh və azadlıq mövzusunda qısa bir video nümayiş etdirməsi uşaqları dərsə cəlb edə bilər. Müəllim şagirdlərin fərqli xüsusiyyətlərini nəzərə alır, diferensial yanaşma tətbiq edir. Heterogen qrupları izah etdim. Heterogen qrup diferensiallığın birinci təminatıdır. Situasiyadan görünür ki, müəllimin məqsədi şagirdlərdə informasiya savadlılığını da inkişaf etdirməkdir. Yalnız informasiya desəydi səhv olardı. Bəli, bax burada müəllim şagirddə tənqidi təfəkkürdə səriştəsini formalaşdıracaq, informasiyanı da formalaşdırır, hətta rəqəmsalı da formalaşdırır. Çünki şagird məlumat toplamaq üçün informasiya savadlığından da istifadə etdi, İKT bacarıqlarından da istifadə etdi, sonda müqayisə edəcək, əsaslandıracaq tənqidi təfəkkürdən də istifadə edir. Situasiyada şagirdlərin qərar qəbul etmə və rəqəmsal bacarıqlarının inkişaf etdiyini iddia etmək olar. Bəli, bu da düzdür. Çünki şagirdlər
bir neçə mənbəni müqayisə edəcəklər və daha yaxşısını seçmək qərarına gəlirlər. Yəni bir mənbə ilə onlar qane olmadılar, yeni bir mənbə axtarışına çıxdılar. Rəqəmsal bacarıqlar da burada var. Tapşırıq şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirməyə yönəlib. Bəli, bax bizim səhv cavabımız Y variantıdır. Əgər desəydi ki, bu tapşırıqlarda şagirdlərdə həm də məntiqi təfəkkür formalaşacaq, yenə də mənim cavabım düz olardı. Amma bizim tapşırığımız şagirddə daha çox nəyi formalaşdırır? Tənqidi təfəkkürü formalaşdırır. Diqqətli olun. Burada şagirdlərin araşdırma aparması, dəqiq faktlardan, mənbələrdən istifadə etməsi, bir mənbədən yox, bir neçə mənbədən yararlanmaq, bunlar tənqidi təfəkkürə aiddir. Davam edirəm növbəti sualla. Elvin hər gün idman edir və sağlamdır. Aysel də idman edir, o özünü yaxşı hiss edir. Deməli, idman sağlamlığa müsbət təsir göstərir. Elvin, Aysel, Günel, Tural, yəni bunların hər biri idmanla məşğul olub başqa bir nəticə əldə edə bilər. Amma bizim əsas qaydamız nədir? İdman sağlamlığa müsbət təsir edir. Əsas qaydanı sonda aldığımıza görə biz bunun cavabını induktiv götürürük. Burada Elvin, Aysel, bunlar hər biri nümunədir. Günel də ola bilərdi, Tural da ola bilərdi burada. Əsas məsələ idmanın sağlamlığa xeyir olmasıdır. Qaydamız budur. İstənilən idman növü ilə məşğul olsan, o sənin sağlamlığına xeyir edəcək deməkdir. Deməli, davam edirəm 6-cı sualla. Müəllim sinifdə bir şagirdin telefondan istifadə etdiyini görəndə onun telefonunu alır. Amma digər şagird də eyni şey etdiyi halda heç nə demir. Bunu görən Tural müəllimə yaxınlaşıb bildirir ki, hər iki şagird eyni qaydanı pozub, yanaşma da eyni olmalıdır. Mühakimə hansı düşüncəyə əsaslanır? Müəllimlər, biz yuxarıda sizinlə 10 düşüncə formasını qeyd etdik və 10 düşünmə formasından deduktivi, induktivi izah etdik. Analogiya. Bizim testimizin cavabı analogiya olacaq. Analogiya nə deməkdir? Müəllimlər, analogiya iki eyni situasiyada, iki eyni mövqedə kimləsə özünü müqayisə etmək, iki hadisəni müqayisə etmək, iki əsəri müqayisə etmək və yaxud da qısa olaraq bunu belə də yaza bilərik. A və B-ni, istənilən A və B-ni müqayisə edirsən, A-da olan B-də varmı? B-də olan A-da varmı? Bunu tapıb nəticəyə gəlirsən. Məsələ budur. Analogiyanın əsas səbəbi sənin nəticəyə gəlməyindir. Məsələn, analogiya məntiqi təfəkkürə də aid ola bilər. Müqayisə edərəm, sadə müqayisədirsə, o olacaq məntiqi təfəkkür. Analogiya edib daha yaxşısını yaratsam, olacaq yaradıcı təfəkkür. Burada da şagird görür ki, iki şagirdin də telefonu var. Amma müəllim birindən telefonu alır, digərindən telefonu almır. Şagird burada eyni situasiyada məsələni müqayisə edir və nəticə çıxardır ki, hər iki şagirdə yanaşma eyni olmalıydı. Ona görə də bizim testimizin cavabı analoji düşünmədir. Davam edirəm. 7-yə baxaq. Təbiət dərsində şagirdlər müxtəlif ağac növlərinin həftəlik böyümə sürətini ölçür və nəticələri qrafik və diaqramlarla təqdim edir. Tapşırıq hansı düşünmə formasına aiddir? Dəyərli müəllimlər, yadda saxlayın. Əgər söhbət mənim nəyisə diaqramda, qrafikdə, cədvəldə, xəritədə, kompasda, çertyojda edilməyimdən gedirsə, o zaman mən hansı düşünmə formasını götürməliyəm? Qeyri-verbal. Qeyri-verbal düşünmə əsasən şəkillərlə düşünmə formasıdır. Məsələn, verbal düşünməklə qeyri-verbal düşünmənin fərqi nədir? Verbalda yadda saxlayın və bunu özünüz üçün qeyd edin. Mənim şifahi ünsiyyətim və yazılı ünsiyyətim normaldırsa, məndə verbal düşüncə artıq formalaşıb. Yəni, verbala təkcə şifahi deyil, düşüncələrini dilə gətirmək deyirik bəzən, düzdürmü? Amma tək danışanda verbal düşüncə olmur. Əgər mən düşüncələrimi yaza da bilirəmsə, hisslərimi yaza da bilirəmsə, o da verbal düşüncəyə aiddir. Qeyri-verbal düşünmə isə əsasən şəkillərlə qeyd etdiyim kimi burada artıq sözlər olmur. Burada artıq sənin fikirlərini, öz düşüncələrini hər hansı bir şəkil formasında, məsələn, diaqram, qrafik, cədvəl, sütunlu cədvəl formasında izah edə bilirsən. Davam edirəm 8-ci sualla. Müəllim şagirdlərə tapşırıq verir ki, 10 ildən sonra özünüzü harda görürsünüz mövzusunda esse yazın.
Şagirdlər gələcək planlarını təsvir edir, məqsədlərinə çatmaq üçün hansı bacarıqlara ehtiyac duyduqlarını əsaslandıraraq yazırlar. Bu şagirdlər hansı təfəkkür və hansı kompetensiya inkişaf etmişdir? Dəyərli müəllimlər, kompetensiyalar 21-ci əsrin kompetensiyaları haqqında bizim mövzumuz olmuşdu. Yəqin həmin dərsin ödənişsiz dərsimizə baxmısınız. Kompetensiyalar bizdən tələb edir ki, biz 21-ci əsr bacarıqlarını şagirdlərdə reallaşdıraq. Və biz bilirik ki, insanın özü haqqında məqsədli olması, insanın məqsədi olması, gələcək planları olması, o planlarına çatmaq üçün hər hansı bir tədbir görməsi şəxsi, sosial öyrənməyi kompetensiyasındadır. Təbii ki, mənim məqsədim var, gələcəyimi planlaya bilirəmsə, bu da məndə tənqidi təfəkkürün olduğunu göstərir. Digər variantları izah edim. Öyrənməyən müəllimlər, bilməyən müəllimlərə də aydın olsun. Məsələn, sahibkarlıq kompetensiyası nəyə deyilirdi? Hər hansı bir layihəni idarə etmək, onun təşkilatçısı olmaq, maliyyə savadının səndə formalaşması sahibkarlıq kompetensiyasına aiddir. Rəqəmsal savadlılıq o deməkdir ki, sən İKT-nin, texnologiyanın imkanlarını bilirsən, onlardan düzgün şəkildə istifadə edirsən, yararlanırsan və ondan məqsədli şəkildə istifadə etməyi bacarırsan. Riyazi, elmi, texnoloji, mühəndislik kompetensiyası nəyə deyilirdi? Riyazi, sənin riyazi bacarıqların olmalıdır. Elmi kompetensiya, hər hansı bir mövzuda, elmi bir mövzuda sən fikir yürütməyi, təhlil etməyi bacarmalısan. Texnoloji və mühəndislik kompetensiyası da cəmiyyətə və insanlara yararlı olan mühəndislik, məsələn, burada icad etmək, nəyisə hazırlamaq, yeni bir şey, insanlara yararlı bir şeylər hazırlamaq əsas məqsədlərdən biridir. Savadlılıq kompetensiyası da yenə sənin şifahi və yazılı ünsiyyətin varsa, deyilənləri anlayırsan, nə deyildiyini başa düşürsən, izahları anlayırsan, mənimsəyirsən, onları dilə gətirirsən, danışırsan öz sözlərinlə, bu artıq savadlılıq kompetensiyasına aiddir. Məsələn, sənin lüğətin zəngindir, ədəbiyyat zəngindir və dilin funksiyalarını bilirsən, qrammatik qaydalara, istəyir fonetika, leksikologiya və s. haqqında məlumatlısansa, səndə savadlılıq kompetensiyası formalaşıb. Davam edirəm. 9. Birinci hökm. Asiyanın qərbində olan dövlətlərdə əhali sayı çoxluq təşkil edir və bu dövlətlərə çoxmillətli dövlətlər deyilir. Aha, birinci qaydadır, amma yenə ikinci hökmümə baxın. Görün, birincinin davamı varmı bu qaydada? Hindistan da Asiyanın qərbində yerləşir, bəli. Və mən artıq heç nəticəyə baxmadan deyə bilərəm ki, Asiyanın qərbində yerləşən dövlətlər çoxmillətlidir. Bu da Asiyanın qərbində yerləşir. Deməli, bu da çoxmillətli dövlətlər siyahısına daxildir. Hindistan da çoxmillətli dövlətlər siyahısına daxildir. Cavab deduktiv. Əziz müəllimlər, 10-cu suala çatırıq və videonu bəyənin, rəy yazın. Video bitəndən sonra söndürüb getməyin, xahiş edirəm. Siz bizə dəstək olmaq üçün mütləq şəkildə videoları bəyənib paylaşmalısınız ki, və biz də həvəsə gələk, daha çox sizin üçün testlər hazırlayaq. Deməli, 10-cu suala yenidən baxıram. Duzlu, duzsuz, yağlı, yağsız, oxumaq, oxumamaq sözləri əks mənalı sözlərdir. Bütün antonimlər əks mənalı söz ola bilər, amma bütün əks mənalı sözlər antonim ola bilməz. Müəllimlər, diqqətli olun. Duzlu, duzsuz, yağlı, yağsız, oxumaq, oxumamaq nümunə olar. Yoxsa bütün antonimlər əks mənalı söz ola bilər, amma əks mənalı sözlər antonim ola bilməz cümləsi qayda olar. Əlbəttə ki, mənim qaydam ikinci hökmdədir və mən bu qaydadan yola çıxaraq istənilən bu cür nümunələri tapa bilərəm. Doğrudur, yoxsa yanlışdır. Birinci nümunələr verilir. İkinci qayda verilirsə, bu nəyə aiddir? İnduktiv düşüncəyə aiddir. B variantı doğru cavabımız. Belə əziz müəllimlər, dərsimiz bitdi. Qeyd etdiyim kimi, bugün təfəkkür və onun növləri, düşünmə formalarından danışdıq. Dərsə mütləq dərsimizin başqa izahları da var təfəkkür haqqında. Kanalımıza abunə olub, həmin izahlardan da bir-bir yararlana bilərsiniz və hər həftə sonu ya ödənişsiz sınaqlar, ya dərs izahı və test izahı olur bizdə. Ödənişli müdavimlərlə yanaşı, ödənişsiz müdavimlərə də dəstək məqsədi ilə bu FES Akademinin layihəsidir. Siz də yararlanmaq istəyirsinizsə, riyaziyyat, Azərbaycan dili, coğrafiya və s. istənilən MİQ səviyyəsində sertifikasiya və MİQ səviyyəsində olan
fənlərə qoşulub həmin müəllimlərin kanallarında dərs izahlarından yararlana bilərsiniz. Bir də qeyd etmək istəyirəm ki, artıq noyabr qruplarına qeydiyyat başlayıb. Əgər siz ödənişli formada da bizim dərslərimizdən, PDF-lərdən, izahlardan yararlanmaq istəyirsinizsə, gec olmadan 055 527 25 99 nömrəsinə mesaj yazıb dərslərimizin gedişatı haqqında məlumat ala bilərsiniz. Sağ olun, növbəti dərslərdə görüşənədək.